Prezident İlham Əliyev 1941-45-ci illərdə baş vermiş 2-ci Dünya müharibəsi iştirakçılarına maddi yardımın ödənilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən 2-ci Dünya müharibəsindəki qələbələrin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən maddi.az-a verilən məlumata görə hazırda Azərbaycanda 2-ci Dünya müharibəsi iştirakçılarından 13 nəfər sağdır. Bu il mayın 9-da 2-ci Dünya müharibəsində qələbənin 81-ci ili tamam olur. Məlumdur ki, 2-ci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı iştirak edib. Onların yarısı 300 min nəfəri müharibədə həlak olub, 300 min azərbaycanlı isə müharibədən geri dönüb. Sağ-salamat ailəsinə müharibədən qayıdan 300 min azərbaycanlıdan cəmi 13 nəfəri bugünə sağ qalıb. Gəlib çatıb yəni. Hazırda sağ qalmış 2-ci Dünya müharibəsi iştirakçılarına hər ay 330 manat məbləğində prezident təqaüdü ödənilir. Allah qalanlara can sağlığı versin. Yerdə qalanlara nə deyə bilərik? Amma 330 manat nələr görüb olar, nələr görüb o müharibədə, nələr yaşayıblar. Allah qalanlarına can sağlığı versin.